Hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bu dəfə burada ilk növbədə ofisimi çəkim. Temu və Trendyolun sifarişlərini vermişdim. Onları götürməyə gəlirəm və bugün onları sizlərlə paylaşacağım. Mənim ofisimə çox yaxındır, 2 addımdır. Burada bu ünvanı seçirəm. Əvvəl Temuda seçmə imkanı yox idi, amma indi var. Ona görə də mən yavaş-yavaş yaxınlaşıb öz sifarişlərimi götürəcəm. Əslində 3 kargo sifariş vermişəm. İkisi gəlib, biri hələ yoldadır, çatmayıb, evi yoxdur. Bu ikisini sizlərlə paylaşacağım. Hələ yoldadır, gömrükdə göstərilir, amma mənə çatdırma kimi gəlmişdi qımayla. Balaca vaxtı məktəbə gedəndə anamız bizə paltar alardı gedib və biz həsrətlə marşrutun yolunu gözləyərdik ki, nə vaxt gələcək və nə vaxt gətirəcək. Biz sevinə-sevinə onu geyinək və məktəbə gedək. Çünki ildə bir dəfə uşaq vaxtı çətinliklə bizə normal geyim almaq imkanı var idi. Bugün elə bil həmin anlar kimi sevindim. Görəm həyəcanlıyam, birdən xoşuma gəlmə. Çünki yol çıxıram, baxmayın, gəzməyə gedirəm, yəni istirahətə gedirəm. Həm normal bir geyim olmasını istəyirəm, həm də deyirəm ki, birdən olmaz, yəni xoşuma gəlməz. Bax, o həyəcanları bir daha hiss edir. Çünki o vaxtı biz getmədən bizə geyim alırdılar və istər-istəməz insanda o həyəcan yaranırdı ki, bu olacaqmı, bəyənəcəmmi? İndi də eynən həmin hissləri təkrar hiss elədiyim üçün sizlərlə paylaşmaq istədim. Gedim evə, rahat-rahat açım, çəkim. Səmimi olaraq sizlərlə paylaşacağım. İnşallah ki, bəyənərəm və davamlı edərəm. Hələ var, hələ bizim hardasa 13 günümüz var. Bilmirəm, yenə sifariş versəm çatacaq. Əslində eksiklərim də var. Heç Xaçmazda gəzdim, normal sport geyimləri belə tapa bilmədim. Evə gələndə həmişə Lili bizim paketlərimi yoxlanış eləyir. Şübhəli nəsə varsa baxırsan. Lili, nə var onda aşkım? Hə? Nə var? Ne istiyorsun aşkım? Belə bir şortik sifariş vermişdim. Görüm necə gəlir. Razmeri gayet böyüdü. Ömrümdə mənə ola bilməz bu. Mən belə görürəm, baxaram. 44 razmerdə əslində razmeri seçib sifariş vermişəm. Bunlar Temunundur. Böyle bir ayakkabı. Sonra böyle bir ayakkabı. Bunlar qəşəng görsənir. Çok qəşəngdir. İnşallah olar ayağıma. Məndə ağ şlyapa var idi. Bu dəfə bu rəngdə sifariş vermişəm. Vietnama gedirəm deyə necə də qoyublar içinə. Mən də qorxdum bu nədir içində. Vietnama gedirəm deyə bu dəfə belə bir rəng aldım. Və bunu tək sifariş verməmişəm. Onun üçün bir dəstə sifariş vermişəm belə. Bu dəstə yorumlarda baxıb çox bəyəndim. Böyük olmaz hər halda. Çox böyük görsənir. Belə bir dəst həmin şlyapa ilə sifariş verdim. Həm də ki, bu ağ ayaqqabı. Bunları dəst kimi geyinmək üçün. Bu nə idi görürsən, baxın görün. Hə, bu kupalniklərdir. Materialı qəşəngdir. Qəşəng gəlib. Həm də ki, tülü də var üstündən. Bağlamaq üçün. Və bu nə idi ay Allah, görüm, don olmalıdır. Belə bir don sifariş verdim. Bu donu da yorumlara baxdım, çox qəşəng yaraşmışdı. Belədir. Belə ümumiyyətlə çox bəyənirəm yay vaxtları geyinməyi, ən çox bəyəndiyim modeldir. Uzun belədir, altı. Qayışı da var. Bu nədir görəsən? Hə, bu qızım üçün kaşelyokdur. Belə bir. Qəşəngdir.
Yoxsa görəsən. Hə, bunu da ki, həmin dəst üçün bu seri sifariş vermişdim. Belə bir sırğalar bu dəst üçün. Bir də ki, bu da sepi. Biri də qalıb. Bu nədirsə baxaq. Hə, bunu da eynək bir ədəd sifariş verdim. Rəngi başqa bir gəlib. Bu da belə bir eynək. Bilmirəm bu necə hara taxılır. Baxmaq lazımdır. Deyəsən belə taxılır bu. Belə. İncədir, qəşəngdir amma. Belə qızlar, yavaş-yavaş otağıma keçdim. İlk öncə saçlarımı qəşəng yığıram, sonra da başlayıram öz otağımı yığışdırmağa. Bundan öncə kargoda gəlmişdi. O kargonun içində nə var idi? Yataq dəsti. İlk dəfə sifarişi verdim. 70% endirimdə idi. Ona görə dedim sınayım. Əgər yaxşı olsa, yenə növbəti sifarişlərdə mütləq sifariş verəcəm. Çünki ümumiyyətlə Trendyoldan gələn məhsullar keyfiyyətli olur. Bayaq da kargonu açdım. Orada Temudan gələn məhsullardan bəziləri yaxşıdır, amma bəzilərindən Trendyoldan gələn məhsulların materialı daha yaxşı gəlir. Həm bahalı olur, həm də qiyməti baha olur. Amma baha olsa da çox keyfiyyətli gəlir. Bizdə ümumiyyətlə paltar seçimində mən hər zaman gedib gözümlə gördüyümü seçib alıram. Çox belə, yəni ki, belə şeylərdə diqqət edirəm. Hər şeyi geyinə bilmirəm. Hər aldığımı, yəni geyinib gəzə bilmirəm ona görə. Və yəni geyimə gələndə çox az sifariş verirəm. Bu dəfə isə bu yataq dəstinin tam fərqli bir versiyası olduğuna görə dedim sifariş verim və sınaqdan keçirim. Ona görə belə bir plastina gəldi. İlk dəfə də belə bir şey görürəm. Bilmirəm siz işlətmisiniz, işlətməmisiniz. Mən belə bir şey işlətməmişəm. Adi plastinalar işlətmişəm hər zaman. Bizim otağımızda elədir ki, bugün oğlum da böyüsə də, yoldaşımla oğlum ən çoxu geyinirlər, atırlar ora bura. Əslində evdə hər kəs öz geyimini şkafa qoysa, veşikaya qoysa, məncə evdə dağınıqlıq olmur. Amma bizdə səhər axşam eyni bu vəziyyətdir. Mən yığışdırıram, onlar atırlar, ora atır, bura atır. Artıq öyrəşdirə bilmirəm. Yəni bilmirəm, indi hər ailədə bir cürdür, bizdə belədir. Çox vaxt oğlumun üzərində dayanıram ki, paltarları gələndən sonra məktəbdə veşikaya qoyursan. Mən çox vaxt işdə olduğuma görə o da bundan istifadə edir, tənbəllik edir, ora atır, bura atır. Yoldaşım hətta orada veşika olacaq, yenə qatlayıb şkafa atacaq. Ona görə mənim də ən çox əsəbləşdiyim budur. Belə mən bunu indi düşünürəm, necə taxım, neyniyim? Qızımı çağırmalı olacağım. Çünki tək taxa bilməyəcəm. Bu hətta biri var döşəyin altına. Yox, bu sırf matrası da belə bağlayır. Mən hündürlükdən belə hiss elədim. Amma ən birinci deyim ki, sizə hər zaman açıq yataq dəstlərini istifadə eləmişəm. Bu dəfə bu plastinanı görəndə mən biraz təəccübləndim. Yəni şəkildə belə görsənmir. Onu da deyim, tünd plastina kimi görsənmir. Dedim indi heç vaxt sınamadığım bir şeydir, necə olacaq? Amma istifadə eləyəndə artıq hiss eləyirəm ki, yaxşı bir şeydir. Həm bilsiz nəyə görə? Ən əsas uşaqlar üçün yaxşıdır. Tək yataq üçün sifariş verəcəm. Amma bu biraz nazikdir. Bunun qalın versiyasını sifariş verəcəm. Biraz bu çox münasib bir sifariş vermişdim. Dəsti səfərimizə 29 manata endirmə düşmüşdü 70%-dən. İndi amma tək kravatın daha bahalısını sifariş verəcəm. Amma sırf plastinasının bu, yəni ki, bu versiyadan sifariş verəcəm. Çünki çox rahatdır, çox bəyəndim. Küncləri elə bağladı ki, indi yat, dur, heç nə olmaz, nə plastina. Bu tərəfə, nə o tərəfə olmayacaq. Çünki artıq biz o qədər öyrəşmişik ki, səhər yığışdırırıq, yenə də axşam yatırsan, yenə eyni səhər, eyni vəziyyət plastina, yenə düzəltməli olursan, düzəldəndə də öz-özbüyüsdə qıraqlar da qəşəng qalmır, yuyursan, yenə ütülüyürsən, yəni müəyyən qədər iş. Ona görə də mən çox bəyəndim bu arada, inşallah siz də bəyənərsiniz. Linki yerləşdirəcəm mən vlogun altında, siz də sifariş vermək istəsəz, həmin linkdən keçid alıb sifariş verə bilərsiniz. Həm Temonun bəzi məhsullarından linkini qoyacam, keyfiyyətli bir neçə məhsulunun, hansıları ki bəyəndim, həm də ki bu dəstin linkini
linkini yerləşdirəcəm. Amma belə də ki, siz açanda Trendyoldan da baxa bilərsiniz. Yəni onu qeyd edim ki, kim ki nazik istəyirsə onun üçün bu dəst uyğundur. Elə insan var ki, daha qalın istəmir yataq dəstini. İnsan var daha qalın istəyir. Mən daha çox qalın istəyən bir insanım. Ona görə də bundan biraz qalın, yəni ki, sifariş verəcəm növbəti sifarişdə. Yataqları yığışdıra-yığışdıra ağlımdan keçir ki, mən bugün pizza hazırlamalıyam. Belə şeylərdə mənim böyük qızım mənə kömək eləyir. O çox, yəni ki, bəyənir elə şeyləri görməyə, amma biraz əksikliklər var. Onları yazıb qoyub, indi evimi yığışdırandan sonra, tam yekunlaşdırandan sonra oğlumla gedib biraz əksiklikləri alacağam. Alıb gəlib bugün pizza hazırlayacağam. Görək ilk dəfə alıram. Necə çıxacaqlardır? Hər zaman özüm hazırlayıram. Aç Orxan. Suyu qoydum qaynamağa. Qoy qaynasın. İçərisinə əlavə edəcəm. Qoxusuna baxın bir dənə. Yox. Çoxdan hazırlanmış deyil. Təzədir deyəsən. Pizza hazırlayacağıq. Suyumuz qaynadı. Suya qəşəng duz əlavə edirik və bir atırıq qaynasın. Görək dadı necə olacaq. Necədirsə. Su qaynamağa başlayandan sonra 10 dəqiqə saxlayacağım. Sonra da dadlı yiyəcəm. Gəlin indi birlikdə dadına baxaq. Mən hər zaman evdə hazırlayıram, amma bugün vaxtım yoxdur deyə, işim çox oldu deyə almışam. Marketə çatışmamazlıqları almağa gedəndə orada gürcü xəngəlin gördüm və vaz keçə bilərəmmi? Xeyr. Özüm üçün onları aldım, qaynatdım. Mən onları yeyəcəm, amma uşaqlar pizzanı çox sevir deyə pizzanı. Əslində mən böyük qızım da daha çox gürcü xəngəlini sevir, pizzanı o qədər sevmir. Amma mən şəxsən pizzanı heç sevmirəm. Redki hallarda yeyirəm. Ən çox gürcü xəngəli yeyirəm. Pizzanı istəyirdim, amma onu görüb bundan vaz keçdim. Ona görə də çox dadlı idi, amma biraz özüm hazırladığım gürcü xəngəlinə dəymirdi həqiqətən də. Qızlar, bayaqları Şimal Mala getdim, biraz alış-veriş elədim. Hələ mən Vyetnama hazırlaşıram. Biraz belə alt geyimlər aldım. Qəşəng pijamalardır. Giymək üçün. Biraz belə alt geyim aldım. Çox bəyəndim bunu. Çox qəşəngdir. Sonra burada nə aldım? Kızım üçün belə bir kofta aldım. Belə. Sonra bir dənə özümə belə bir rəngdə şalvar aldım. Heç olmayıb bu rəngdə mənim şalvarım. Və qızım üçün belə bir şalvar aldım. Bunlar hər biri balaca qızım üçündür. Böyük yox idi. Balaca ilə getmişdim. Sonra başqa nə aldım? Həmin şalvarla eyni rəngdə belə bir kofta seçdim. Çox qəşəngdir, incə. Və alt belə bir kofta var idi. Xoşum gəldi, bunu aldım. Belə futbolkaları çox geyinirəm. Cins şortiklə də gedir, cins şalvarla da gedir.
Ve burada başka ne aldım? Kişi özünə geyim aldı. Sport geyim belə. Və bir dənə də belə şal var. Bu qədər. Bunların hamısını ödədim. Əslində indirim elədilər, sağ olsun. 214 manat idi. 9 manat 50 qəpik indirim elədilər. Və bugün sonuncu iş kimi də dedim pərdələr qalmışdı, onları asım. İnanın ki, bunları yuyuram, hər gün bir pərdə asıram. Çünki mən onlayn işdə çalışıram və vaxt çatdıqca hər işi görməyə çalışıram. Siz də evdən çıxmadan öz biznesinizi qurmaq istəyirsinizsə, YouTube kanalımın bütün vloqlarımın altında əlaqə iş nömrəm var. Bu vloqun altında da qeyd eləyəcəm. Həmin nömrənin WhatsApp-ına yazın. Mən sizə ətraflı izah eləyəcəm. Təbii ki, özüm dəstək olacağam. Mən Fabrik şirkətinin təsdiqlənmiş brilliant direktoruyam. 6 ildir bu şirkətdən əməkdaşlıq eləyirəm. Hal-hazırda yüksək gəlir qazanıram. Məndən sonra da yüzlərlə xanıma qazandırmışam. Və siz də mənim komandamda gəlir qazanan xanımların sırasında olmaq istəyirsinizsə gəlin. Amma onu da unutmayın ki, şirkət məhsul şirkətidir. Hər kəs ən azı evinə gedib marketdən baha aldığı məhsulları çox münasib qiymətə birbaşa şirkət qiymətinə alacaq və təbii ki, bizim köməklimizlə komanda qurub gəlir qazanacaq. Çox rahat və sadə. Bugün harda olduğun, yox bir il sonra harda olacağını düşünərək başlamaq lazımdır. Mən özüm də bura başlayanda kənddə çətin bir vəziyyətdə, çətin bir şəraitdə yaşayan, qıraqdan 1 manat evə gəlir gətirə bilməyən evdar xanım idim və bu şirkət mənim həyatımı dəyişdi. Ona görə də mən hər bir xanıma ürək rahatlığı ilə demək istəyirəm ki, burada gəlir qazanc var, gəlin birlikdə qazanaq. Onu da deyim ki, yəni həqiqətən də bugün o qədər çətin işlər var. İnsanlar səhərdən axşama kimi limitli saatlarda 8-dən 9-a qədər, 9-dan 6-ya qədər, 9-dan 10-a qədər işləyir, amma ayın sonunda demək olar aldığım gəlirin 5də 1 hissəsini belə ala bilmirlər. O xanımların il ərzində o maaşda qazandığını mən demək olar ki 2-3 aya qazanıram. Ona görə də siz də gəlirli bir sahə, gəlirli bir iş istəyirsinizsə mənə müraciət eləyə bilərsiniz. Gəldiyi gündən dərhal gəlir gözləmək düzgün deyil. Onlayn iş elədir ki, şəbəkə biznesi əgər şəbəkən oldusa onda gəlirim var. Ona görə də 1, 2, 3, 5 ay, 6 ay özünə vaxt vermək lazımdır. Belə mən yavaş-yavaş pərdəni də yekunlaşdırdım. Sizə bu qədər qısa və konkret bu məlumatı da verməli idim. İndi isə demək olar ki, yekunlaşdırdım işlərimi. Yoldaşım heç yaxın gəlmir pərdələri asanda, ən çox ona kömək istəyirəm. Amma sadəcə pilləkəni gətirir və pilləkəni aparır. Bu onun işidir. Yenə də sağ olsun, o da bir köməkdir. Ağırdır, çünki daşımaq olmur. Belə vlogumu izləyin, kanalıma abunə olun. Hələlik.